Biləsuvar rayonu Əsgərabad-Muğan çaylı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Azəravtoyol AÇ Səhmdar Cəmiyyəti tərəfindən sözgedən yolun tikintisi işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılaraq yekunlaşdırılıb. Əsgərabad-Muğan çaylı avtomobil yolunun uzunluğu 6 km-dir və ikinci texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib. Layihəyə uyğun olaraq sözgedən yolun hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının eni 3,75 metr, çiyinlərin eni 3 metr, torpaq yatağının eni isə 15 metrdir. Layihəyə uyğun olaraq Balhari çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 metr olan avtomobil körpüsü inşa edilib. Bundan başqa 7 yerdə ümumi uzunluğu 170 metr olan dairəvi boru, 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 metr olan boru, 2 yerdə ümumi uzunluğu 47 metr olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə 18.780 metr uzunluğunda yol cizgi və yol göstərici xəttləri çəkilib, zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları quraşdırılıb. Əsgərabad-Muğan çaylı avtomobil yolunun tikintisində məqsəd Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolu ilə Biləsuvar-İran sərhəddi və Bəhrəmtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir. Eyni zamanda sözgedən yol vasitəsilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin ediləcək. Qeyd edək ki, bundan öncə bu yaşayış məntəqələrinə avtonəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsilə təşkil olunurdu.